Salam qızlar, hər birinizi xoş gördük mənim kanalımda. Sizin üçün iyun ayına baxıram. 2026-cı ilin iyun ayında qızlarımızı nələr gözləyəcək. Və qızlar, hər birinizin Qurban Bayramınızı təbrik edirəm. İnşallah kimin qurbanı varsa, Allah təala qəbul eləsin. Və rasklad həmişəki kimidir. Heç nə dəyişilməyib. Dekadalarımıza, hər dekadaya bir kart. İş axtaranlar üçün bir kart, sevgi gözləyənlər üçün, problemlər olanlar üçün və məsləhət kartı. Burada qızlar üçün gözəl kart düşür. 9-cu pentakli. Pul kartıdır qızlar. Pul qazana biləcəksiniz. Ruzi bərəkətiniz var. Məqsəd qoyursunuz, o məqsədinizə çatırsınız. Enerjiniz boldur, özünüzə güvənirsiniz. Bu ayda, yəni iyun ayında belə də gedəcək. İnşallah belə də olsun və iyun ayının əvvəlinə 9-cu meçim. Düzdür, balaca arkamdır. Amma elə söhbətlər olub ki, bəlkə də may ayında və iyun ayının əvvəlində siz bu söhbətlərdən hələ çıxa bilmirsiniz. Özünüzdən ötürmüsünüz. Hətta görürsünüzmü? Yoxsundan belə olur. Çalışın kimin həyatında söhbət varsa, özünüzdən ötürməyin də, özünüzü depressiya halına salmayın. Onu da qeyd edim ki, bu rasklad ümumi raskladdır. Yəni hamının həyatında işlənə bilməz. Kiməsə düşür, kiməsə düşmür. Bunu da nəzərə alın. Və dediyim kimi, əgər bəlkə də iş yerindədir, bəlkə də əzizləriniz arasında nəsə söhbət olub və siz görürsünüzmü, yuxunuzdan belə olursunuz. Yenə deyirəm, özünüzü o hala salmayın. İnşallah tezliklə keçib gedər bu söhbət. Və iyun ayının ortasına Rıtsar Kubkov. Səfər kartıdır. Harasa səfərə çıxırsınız. Bəlkə də çoxdandan bunu arzulayırdınız. İndi iyun ayının ortasında qərar verirsiniz və istirahətə yönəlirsiniz. Xanımların qarşısına belə bir bəy çıxa bilər. Sizə sevgisini bildirən, hisslərini bildirən. Bu kartla həm də ola bilsin ki, işlə bağlı sizi harasa göndərə bilərlər. Bu da ola bilər. İyun ayının sonuna 2-ci pentakli. Ola bilsin ki, sizin işiniz var, əlavə iş təklifi alacaqsınız və bu sizə əlavə qazanc gətirəcək. Və elə qızlar var ki, öz işi ola-ola əlavə biznes kimi, yəni öz planlarınız var, arzularınız var, bəlkə bacarığınız var, əl işlərinizi həyata keçirdib dərdim ki, əlavə pul qazanmaq istəyəcəksiniz və bu sizdə alınacaq. Çox müsbət kartdır. İş axtaranlar üçün tuz jezlov. Çox qızlar iş tapacaq. İşə işarədir. Sevgi olacaqmı? Paş kubka, bəli. Sevgi gözləyənlər, hətta ilk sevgiyə də işarədir. Problemləriniz necə olacaq? Günəş kartı. Problemləriniz bitəcək, yollar açılır. Nə vardısa, nə problemlər vardısa artıq keçmişdə qalacaq. Sevinəcəksiniz, hətta qeyd edəcəksiniz. Burada məsləhət kimi 5-ci jezli. Məsləhət kimi sizi kim savaşa çağırırsa, baş qoşmayın, o savaşa qatılmayın. Çünki sizi irəli getməyə qoymaq istəmirlər, sizin enerjinizi özlərinə cəlb edirlər, görürsünüzmü? Harada dava varsa, yadınızda saxlayın, orada qara qüvvələr iştirak edir. Ona görə belə bir kart çıxdı, məsləhət kartı. Nə olur olsun, savaşlara qatılmayın. Çox gözəl məncə raskladdır. Bu kartı çıxmaq şərti ilə, düzdür, balaca arkandır. Yenə də məsləhət də görərdim ki, nə söhbət olur olsun, özünüzdən ötürməyin. Uğurlu bir ay arzulayıram. Qızlar, sağ olun.